Hamıya salamlar dostlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Kanalıma videoma xoş gəlmisiniz, səfalar gətirmisiniz. Başlıqdan da gördüyünüz kimi bugün sizlərlə birlikdə idman edirəm, məşq videosu yeni çəkirəm. Bundan 2 ay əvvəl burada saxta hərfdən çıxdı, gördüyünüz kimi şəkil qoyacağım bura. 2 ay əvvəl bir dənə video paylaşmışdım. Necə belə bədən yığa bilərsiniz? Yəni məşq videosu idi. Yəni gördüm qardaş, yorumlarda dəli kimi yazıb silmirsən, nə edirsən, nə yeyirsən, nə bilim hansı məşqlər edirsən, turnik necə nə vurursan, jim, nə bilim qardaş qantellə nə qədər eləyirsən falan. Bu videoda hər şey var. Her şey bu videoda var. Sadece bir video like koyursan, bir kanala abone olsan, bildirişleri açırsan kaç 20K'ya az kalır. Bu videonun paylaşında yəqin ki 20K'lara yəni olaram da yəqin ki. Yəni bu videoda nə yeməlisiniz, nə etməlisiniz, nə bilim. Bəzi dostlarımız var, sinə məşqini eləyir, sonra gedir qantel eləyir, qarışdırır aldan bir. Elə bir şey eləməməlisiniz. Məşqi qarışdırdığınız var ha, o məşq sayılmır da. Yəni hər şeyi sırasında eləməlisiniz. Jim, yəni sinəyə işləyən nə varsa hamısını işləməlisiniz, sonra keçməlisiniz ayrı məşqə. Bunun birinciden, indidən hər şey, bu videoda hər şey var. İzləyin, videonun irəliləyən dəqiqələrində hər şey başa düşəcəksiniz. Nə bilim, mən durub həftənin 7 günündə, 7 günündə məşq eləyim. Bir gün məşq elədim, məşq elədikdən sonra bədən inkişaf etməsi üçün vaxt verməlisiniz. Məşq elədiniz, nə bilim, gedib sabahsı da məşq elədiniz falan, o iş deyil. Yəni elə bədən artmır. Eləyə bilərsiniz. Məsələn, bugün sinəyə məşq elədiniz, sabahları ayağa məşq eləyin, nə bilim, qola məşq eləyin. Yəni o olar, amma bir gündə fiziki məşqdən hər şey eləsəz, sonra sabahsı da həmin şeyləri eləsəz, siz bədənə inkişaf vaxtı vermirsiniz və bədən də inkişaf eləmir. Sonrasında yazırsınız, elmir, jimin neçə patxut edirsən, nə jimləri vurursan, nə qanteldən, nə işdirsən, tornik nə inirsən, yəni bu videoda hər şey var. Videonu sadəcə izləyin, bu arada fitness bədənidir də, yəni fiziki məşq edirik. Fiziki məşq eləyəndə mütləq bir dənə su olmalıdır. 1 litrlik bir dənə belə şişə götürürsünüz, yəni potolka olsun. Yəni fərqi 3 litr olsun, 10 litr olsun. Mən gündə 5 saat, 3 saat məşq eləyirəm. Axıtım olanda 6 saat eləyirəm. Amma belə çoxu 3-4 saat eləyirəm. Axıt çox vaxt olmur da, yəni elə deyil. Bunu görürsünüz. 1 litrlikdir. Məşq eləyəndə mən 4 saat, 3 saat ərzində bundan 5 litr yəni qotarıram. Siz də məşq eləyəndə su için, qoy bədən artsın. Yəni fitness bədəni su içməlidir. Yəni görürsünüz yumruq, budur, muskulu görürsünüz. Bəzi sinəni görürsünüz. Sinəni artırmaq istəyənlər, qolu artırmaq, kürəyi, qol arxası, hər şey bu videoda deyəcəm sizə. Sadəcə videonu izləyin. 3 dəqiqə giriş edirəm. Valla keçdi video. Sonunda suyu da doldurmalıyıq. Hər nəysə. Ən birinci təbii ki, jimlə başlayırıq, sinə məşqi ilə. Jim sinəyə işdir. İndi deyəcəm bu jim nəyə yarayır, bu bağlı jim nəyə yarayır, hər şey bu videoda var. Heç nə, keçək. Bu qədər giriş var ola. Nəysə, keçdik. Bəli dostlarım, məşq eləyəndə yenə deyirəm, su belə doldurmalısınız, 1 litrlikdir. İndi jimlə sizə başa salım necə. Bu arada köynəyi çıxarıram. Yəni məşq eləyəndə köynəklə məşq eləmək istəmirəm. İndidən kim yəni nəsə olacaqsa videodan. Bəli dostlarım, köynəyi çıxardıq. Yəni narahat olan insanlar varsa videodan çıxa bilər. Bu suyu görürsüz, 1 litrlik ağzına kimi doldu, belə yaxından göstərim. İndi bu 1 litr nəyə gedəcək? Belə jim, görürsüz, bu jim belə 150 dənə vururam, belə də 150 dənə, 300 dənə jim vururuq. Yəni deyirsiz elmir neçə dənə jim vursun, 300 dənə jim vururam. 300 dənə jimin 150'sin belə, 150'sin belə. Bu konkret sinəyə işləyir. Əsas sinəyə bu işləyir. 150 dənə. Və sinə istəyirsinizsə 150 dənə belə vurun. 150 dənə belə qotarıram, sonrasında belə qotarıram. Yəni bu 1 litr su 300 jimə gedəcək. Bəzən düz 150'yə gedir, bəzən 300'ə gedir. Yəni axıtım olanda da indi şey eləmin. Yenə deyirəm, məşqi əsasən qarışdırmayın. Məşqi qarışdırdınız var ha. Bədəndə inkişaf olmayacaq. İndi mən birinci jimlə başlayıram. İndi bilmirəm bu tripodun nətər eləyim bu mənə çəksində, yəni bilmirəm. Bu arada mən deyirəm sizə, gündəlik mən nə məşq edirəm? Jim eləyirəm, qantel eləyirəm, qol arxası edirəm belə. Ben bura işləməsi üçün qol arxası. Yəni hər şey deyəcəm. Yəni videonu izləyin, hər şey görəcəksiniz. Hər nəsə, başlayaq. Bəli dostlarım, 30 dənə birinci vurdum. 150'nin 30'unu vurmuşam belə. İndi inşallah siz istəmirəm hamısını düşürdüm. Hamısını düşürsəm bir 3-4 saatlıq video olacaq. 30 dənə jim vurduqdan sonra budur, suyu götürürsüz, içirsiniz. Bax buradadır. Buradadır. İndi tam bura kimi düşəcəm. Bax. Baxın. Buradan bura. Nə qədər idi? Bax bu qədər.
Gördünüz? Her jimdə bu qədər için. Mən də demək istədiyim budur. Yəni jim vurduqdan sonra su için, bədəndə inkişaf getsin. Və jim birinci vursuz. Sonrasında mən indi onu eləyə bilməyəcəm burada. Və eləyərəm. Sizin üçün onu da eləyərəm. Burada təkərin üstündə, burada da bir dənə təkər var, qoyuram, onu da sizin üçün göstərirəm. Hər nəsə tezbaza jimimizi vuraq. Hər şeyi düşürtmək istəmirəm. Video 30 dəqiqəlik videosun, yarım saat. Bu arada bunu da qeyd edeyim. Videoda 150 dənə, 300 dənə jim vurmayacağım. Ona görə ki, hər dəqiqəsində bu tripodu şey eləməyə axtım yoxdur. Yəni sizə deyəcəm də, dedim də, yəni jim yeyəndə vuracağam öz yerində. 30 dənə vurmuşam. İndi belə bir 120 dənə qalıb, belə də bir belə 120 dənə qalıb, belə də bir 150 dənəm qalıb da. Hamısını bugün eləməyəcəm. Videoya görə az eləyəcəm. İşte 30 dənə vuruşam, indi gedim bir dənə də 30 belə vurum. Bu arada bunu da qeyd edeyim jimə keçməzdən əvvəl. Bu həqiqətən bu çox önəmli sözdür də, belə deyim. Məsələn, 150 dənə jim vururam da mən, düzdür, belə 150 dənə vururam. Baxın, belə əl belə 150 dənə vururam. Məsələn, 120 dənə vurmuşam, 30'u qalıb da, son patxut gedirəm bunun. 30 dənə vurmuyor, 40 dənə, 50 dənə vurun. Deyin niyə? İndi siz 30 dənə vursa, güc bəla ilə 30 dənə gedirsiniz, sonrasında getmir, qətiyyən getmir. Bir dənə belə əyilə bilmirsiniz. Elə eləyin ki, 5 dənə artıq vurun. 30 güc bəla ilə 31 get. 32 getmir, 3 saat belə qal. Amma yenə də o axırıncısı getdi, yəni. O bədəni artış edir. Hele bir şey eləsən, 30, hele bir dənə yerdə qalsan, o qətiyyən artış olmayacaq. Olacaq, amma azmazdır, yəni. Çox istəyirsinizsə, bədən belə çox belə tezbazar belə yığılsın falan. 30 dənə jimin axırıncı patxutun 40 dənə, 50 dənə elə çalışdığın qədər. Elə o buna da aiddir, buna da hər bir şeyə aiddir. Məsələn, qant eləyirsən, belə bundan eləyirsən də, indi göstərəcəm hər şeyi sizə. Bundan eləyirsən, axırıncısını nə bilim, 10 dənə eləməlisən, 20 dənə elə. Düz getmir, bilirəm, amma getməlidir. Getsə o bomba kimi. Eləyə bilərsiniz, inanıram. Dostlarım, indi bu jimi qutardım belə. 100 dənə vurdum, 50'sini vurmadım. Ölürəm, yəni videoya görə hamısını vura bilmərəm. İndi keçirik, əllər yapışmış, yəni sinəyə, tamına hər şey sinəyə işləyən jimə keçirik. Keçdik. Sizə bir hərəkət göstərirəm. Bunu indi mən burada elə bilməyəcəm, amma evdə ostolu varsa eləyin. Bu baxın belə bir şeydir. Göstərirəm sizə. Bax. Bunu görürsüz, bu təkər düzdür, budur. Burasını görürsüz. Burasını. Bunu da görürsüz, düzdür. Baxın bunu. Əli görürsüz burada qoyursunuz. Gözlə. Ayağı da bura qoyursunuz. Ayağı çək. Bax, ayağı da bura. Bax belə. Çək indi məni. Yuxarıdan. Ostol varsa ostol. İndi məndə imkan yoxdur həyətdə. Baxın belə eləyin. Ayağınız aşağıda, əliniz yuxarıda. Bu qul arxasıdır. Yəni jimdən sonra bunu eləyin. Jimdən sonra bunu eləyirsiniz. Sonrasında gantel, sonrasında tornik. İndi hər şey video adım sizə göstərəcəm. İndi nə edirəm? Video bir dənə like atın, kanala abunə olun, bildirişləri açın. Hələ jim qalıb, belə əl yapışmış, yəni sinəyə qalan jim qalıb, işləyən jim. Onu vurum. Sonrasında bunu eləməlisiniz. Bax göstərdim bayaq. Bunu eləməlisiniz jimdən sonra. Sonrasında gantel, sonrasında tornik. Yəni ayrı şeylər varsa, məndə var, amma onları göstərmək istəmirəm. Yəni belə. Bu arada hər şey göstərəcəm hələ. Səbirli olun, jim qutarım. Deməli dostlarım, jim zadı qutardıq. Jim qismi hər şey qutardıq. Bax jimdən sonra göstərdim orada təkərdən şey, onu eləməlisiniz. Bax indi mən eləməmişəm onu, amma siz onu eləyin. Bax sonrasında deməyin, nə elmir demədi. Bəli. Ondan sonra da baxın qol arxasında işlədikdən sonra bax bunu. Bax belə qanteliniz varsa 5 kilo, 10 kilo fərqi yoxdur, götürün bunu belə. Baxın. Bu biraz aşağını çəkməlidir bir. Hə, budur. Baxın. Əli görsüz belə, bax əldir bu, düzdür bax belə. Burada belə tutmuşam, baxın. Biraz necə edeyim mən? Nəysə.
Bax belə biraz qaldırırsınız, bax biraz qaldırdınız, aşağı verin. Yoxsa yenə bunu belə eləyin. Bu muskula işdir. Əməli başlı muskul. Baba təzədən göstərirəm. Baxın. 1. Bu qədər aşağı, bu qədər. Bax gördünüz? Bundan 20 dənə eləyirsiniz. Baxın necə? Bax 1 2 3 4. Bax yarıya baba 5 6. 20 dənə bundan eləyirsiniz. 20 dənə də bu ələ eləyirsiniz. Baxın. 1 2 baba 3 yarı 4 5 6. Görürsünüz 20 dənə də bu ələ eləyirsiniz. 15 dənə sonra yenə buna eləyirsiniz. 15 dənə buna, 10 buna, 10 buna. 3 patkot belə eləyirsiniz. Başa düşdünüz nə demək istədim də yəqin ki. Bunu elədikdən sonra yaxşı bir dənə məşqim var, yəni o da əladır. Necə? Baxın belə tutursunuz bunu. Biz əyilim. Bax bunu ən axırda eləməlisiniz. Məşqin ən axırında bunu eləyirlər. Bunu göstərməyin. Bunu balaca, yəni yaşlılar eləməsin. Sonrasında istəyirsiniz bunu da eləyə bilərsiniz. 1 mən belə əli tərpətməyin amma da, yəni belə bunu da eləyə bilərsiniz. Gördüyünüz kimi ən əsas yemək deyir. Nə yeməlisiniz? Məşqi qurtarandan sonra bunu qeyd edeyim. Ən əsas şey məşqdə su içməkdir. Yəni belə bədən istəyirsinizsə, özümü göstərmirəm. Bax bu yumruq, yəni muskul, belə qol arxası, sinə, pres yoxdur məndə çoxdan, amma yəni belə azdan çoxdan belə bədən istəyirsinizsə, su için. Məşqi qurtarandan sonra da 5 dənə yumurta yeyirəm mən yeyirəm. Bəzilərinin mədəsi böyükdür, 10 dənə yeyər. Nə bilim vallahi bilmirəm. Yəni az yaşlı varsa 2 dənədən başlayın. Sonra 3 edin, 4 edin, 5 edin, 6 edin. Nə qədər gedir. Nə qədər gedirsə getsin, eləyin. Yəni çoxaldın, yeməyinizi çoxaldın. Yəni belə də belə olsun. Yəni videonu bilmirəm burada sollandır. Tornik qalıb düzdür. Torniki də eləməliyik. Düzdür. Bax bunları hamısını eləyin. Video yaxşı qulaq asın. Bax bunun part 3-ü bəlkə gəlməyəcək. Mən bilmirəm. Bəlkə part 3-ünü mən çəkmək istəmədim, çəkmərəm. Amma yəni görsəm ki, yorumlarda yeni istəyirsiniz, ola bilər. Nə bilim vallahi. Arada dostlarım, videoya bir dənə like atırsınız, bir dənə kanalımıza abunə olursunuz, bildirişləri açırsınız. Bu videonun paylaşımında 20 olmuşlar. Hal-hazırda 19.960 40 abunə çatmır. Bilirəm ki, bu video montaj verəndən sonra yəni 20 olmuşlar bugün yəqin ki, hər nəsə. Keçək biz tornik qismimizə. Tornikdən sonra yemək qismi var. Onları mən çəkəsi deyiləm, yəni yemək yerində çəkməyəm, amma yəni deyirəm 5 dənə yumurta mən yeyirəm. Düz indi bəlkə bugün 6 dənə elədim, 7 dənə, nə qədər gedir o qədər. Hər nəsə, keçək tornikə. Bu arada indiyəcəs gelmir, sən bu qədər video çəkdin, 20 dəqiqə, 10 dəqiqə birdə heç bir şey eləmədin. Yəni düzün deyim, çoxunu düşürtmədim. 300 dənə jim vurdum, düz 200 dənə jim vurdum. Yəni videoya görə də, video tələsirəm. Videoda 200 dənə vurdum. Yəni 300-dən 200 vurdum. 100 dənə belə vurdum, 100 dənə belə vurdum. Yəni ona görə bəzi çoxunu yəni 60 dənə jim vurdum. Onu videoya çəkdim. 60 dənə belə düşürtdüm, 30 dənə də belə düşürtdüm. Yəni bunu da göstərdim sizə, yəni belə eləməlisiniz. Hətta eləyim videoda bunu. Bunu eləməməzliyə eləməyə. Hətta bunu videoda eləyək sizlərlə, keçməyə buranı. Bu da baxın, 1 belə 2. Qola. Hələ 15 dənə bu, 15 dənə bu, 10 dənə bu, 10 dənə bu qalıb. 3 patkot. Yaddan çıxartmayın. İndi mən bunu videoya görə eləmirəm. Amma ki tornikə keçməliyəm. Deyirəm siz eləyin. Mən bu videonu özümə çəkmirəm, sizə çəkirəm. Yəni mən bunu hər şey eləmirəm, amma sizə deyirəm zatı. Bunu qantel mən tamamladım. Hətta bir qantel də var, onu da göstəreyim. İndi bu təkdir. Bundan bir ədəd də belə olsun sizdə. Evdə bir dənə bunun, 2 dənə bundan varsa, baxın belə tutursunuz, belə eləyirsiniz. Sinəyə işləyir.
sinə çıxardanlar bunu eləsin. İndi məndə var, amma indi bu gətirmək istəmirəm də buna. Bunu da eləyə bilərsiniz, düzdür. Bunu da eləyə bilərsiniz. Yəni, ən əsas bu sinəyə bu. 2 dənə belə eləməlisiniz. Bunları yaddan çox şey var, amma mən sizə demirəm ələm. Çünki yəni hər şey demək istəmirəm bu videoda. Bəlkə part 3 çəkdim, part 3-də hər şey deyərəm. Qantellə bilirsiniz nə qədər şey var. Mən burada sadəcə %10-20'sini demişəm bəlkə də lap az. Yəni bunu sizə birincdən deyim. Qanteldən çox şey var. Çox jimlər var, çox torniklər var. Tornik vuranda ayağınızı qaldırın, pres çıxır. Nə qədər şey var deməmişəm. Presə qətiyyən bu videoda presə aid heç nə deməmişəm sizə. Presə aid də video istəyirsinizsə, məndə pres yoxdur, ona görə yəni yoxdur, mən onun nəyin deyim, amma budur. Baxın, belə sıxanda bəzən çıxır da belə, yəni var, azdan çoxdan var. Yəni pres məşqi eləmirəm var ha. Gəldik hara sağollaşma yerinə. Videomu bura kimi izləyənlər varsa bir dənə yorumda bildirsin ki, bura kimi izləmişik. Ən əsas bomba xəbəri, hər şey burada deyiləm. Bəli, indi hər şey, nə olmuyor burada, nəsə. Hər şey elədik, amma ki, əsas şeyləri deməmişəm. Bilmirəm, videonun ortasında bəlkə dediyim hər şey, amma yenə deyim. Nə məşqi, necə eləməlisiniz? Hər şey yeni axırda da bir dənə qeyd edeyim, bəzi şeylər yaddan çıxa bilər. Tornik neçələr vururam demədim, məsələn. Jim nə qədər, nə bilim, bunlar nə qədər, nə bilim, bundan nə qədər olmasa heç bir şeyini deməmişəm. Qol arxası falan heç nə deməmişəm. Bundan deməmişəm. İndi bu videoda axırda deyirəm, bir də video like qoyursunuz, kanalımıza abunə olursunuz, bildirişləri açırsınız. Demək, jim, yenə deyirəm. Tez-tez hər şey demək istəyirəm. 150 dənə belə vurun, 150 dənə belə, 300 dənə. Su için 1 litr su orada geçsin, 2 litr fərqi yoxdur. Sonrasında qol arxası belə 100 dənə, 25 4 dəfə getdiniz belə, o da bitdi. Sonrasında ondan sonra qantel belə 20 15 10 3 dəfə 3 patxod bunu eləməlisiniz. Sonrasında istəsəz bunu da eləyə bilərsiniz. Sonrasında bunu da eləyə bilərsiniz. Onları mən demədim, amma bunu da eləyirsinizsə, gücünüz nə qədər getdisə hər patxod o qədər eləyin bunu. Onu belə deyim. Tornik 100 dənə vururam. Siz 50 dənə və ya indi məndən güclü də baxa bilər də bu video. 150 dənə, 200 dənə vur, fərqi yoxdur. Mən 100 dənə vururam, belə deyim. Belə bədən 100 dənə tələb eləyir. 50 dənə də eləyə bilərsiniz. Sonrasında bəzi şeylərə var, onları demək istəmirəm. Yəni, onlar qalsın, part 3 bəlkə çəkdik, yəni bilmək olmaz. Hər nəsə, son cümlədə nə qədər nə yeməlisiniz, nə qədər yeməlisiniz, onu da deyim. Evdə nə tapırsınızsa gömün, yəni nə varsa yeyin. 5 dənə yumurta yediniz, doymadınız, 5 dənə də bişir. Nə bilim, nəsə kənarda bir şey görsən götür ye. Hər şeyin doyana qədər. Getmirsə də getsin biraz. Yəni biraz çətinliklə ye ki, bədən biraz inkişaf eləsin. Sonradan son şeydə də öz bədənimizi biraz belə göstərim, öz bədənimi belə sizə göstərmə deyəndə, yəni özümü belə bomba kimi göstərmək yox. Yəni sizə göstəriş kimi də necə bədən çıxdı, onu göstərmək istəyirəm, budur. Yəni budur, muskulları görürsünüz, qol arxası görürsünüz. Sinədən olsa buradan görünür. Pres sadəcə var, azdan çoxdan. İnşallah part 3-də pres məşqini də bundan sonra bəlkə elədim. Pres məşqində də nələr etməlisiniz, onu da göstərirəm sizə. Heç nə, artıq sağollaşaq da, yəni. Video like atdınızsa, kanalımıza abunə olsa, bildirişləri açdınızsa, heç nə bu qədər. Sağ olun, salamat qalın. Sevilirsiniz.